Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xaçmaz rayonu Qıraqlı kəndində bədbəxt hadisə baş verib. 8 avqust 2025-ci il tarixində saat 23 radələrində Qəbələ rayon sakini 93-cü il təvəllüdlü Mehriban Sərdar qızı Qafarlının cəsədi qaldığı evdən aşkar edilib. Qafarlının yaşadığı Qıraqlı kəndində yerləşən fərdi yaşayış evinin hamamında dərin qazıntıdan zəhərlənərək öldüyü məlum olub. Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, Qıraqlı kənd orta məktəbində informatika fənni müəlliməsi olan Mehriban Qafarlı bu ilin iyununda müəllimlərin sertifikatlaşdırma imtahanında maksimum 60 baldan 50 bal toplayaraq uğurlu nəticə göstərmişdi. Allah rəhmət eləsin, ailəsinə, əzizlərinə səbir diləyirik.